Çox belə fikirli görürəm onu, çox sakit olur, sanki belə nəyinsə dərdini çəkir, fikrini çəkir. Dünyanın o dərdi, qəmi onun çiyinlərindədir, ürəyinə salır hər şeyi. Məsələn, normalda Elmar Baxşıyev məndən bir yaş böyükdür, alnı çox qırış bağlıdır. Yəni, o yaşda insan bu qədər alın qırış bağlamamalı. Məsələn, elə bir ki, o duyğular aləmində məsələn, həmişə belə sakit görünən insanlar var. Yəni, əslində, ürəklərinə atırlar da dərdi, qəmidə və onlar fikir çəkirlər. Bir Təxminə Mübariz adlı bir şair xanım var. Onun bir şeiri var, bir kuplet oxuyacağım. Bir bənd, duyğularımdır şeirin adı. Yorğunam, qayğıya ehtiyacım var. Bitkinəm, bitməyən dərdim, acım var. Mənim bəlalardan başa tacım var. Görəsən halımdan varmı xəbərin? Günəşsiz açılır mənim səhərim. Sanki Elmar Baxşıyev bu şeirdə mən təsvir etdim də, onu bu şeirdə təsvir etdim ki, belə Allahla, ilahla danışır, sanki, nə bilim, dua edir. Elmar Baxşıyev bu şeirdə tapdı. Yəni, həqiqətən mən Elmar Baxşıyev bu şeirdə tapıram. Məncə, həqiqətən çox belə fikir edir. Yəni, məncə, bu qədər fikir etməməlidir. Əgər söhbət əlbəttə ki, işlə bağlı gedirsə, bugün komandası 3-cü pillədədir. Bugün komandası sona 6 tur qalmış Turan Tovuzu 5 xal qabaqlayır. Kubokun yarım finalında ölkənin ən yaxşı komandasına qalib gəlib, finala çıxmaq şansı var və mən belə görürəm ki, mən düşüncəmə görə Araz Naxçıvan 4-cü pilləyə düşən deyil. Yəni, 3-cü pillədə tamamlasa, konfrans liqasına vəsiqə qazansa, çox böyük iş görmək olur bu mövsüm, yəni Elmar Baxşıyev. Çünki Sabah, Neftçi kimi güclü komandaları sən qabaqlayırsan. Bu baxımdan, yəni Elmar müəllimə mən biraz daha sakit olmağı, bu qədər dərd, qəm, fikir çəkməməyi tövsiyə edirəm, arzulayıram.